Mən deyərdim, alternativ təbabətə malikdir və yeni bir sahədir. Yəni, regenerativ təbabət dedikdə, bərpa edici təbabət zaten yeni bir sahədir tibbdə və onun da ən ali forması kök hüceyrə terapiyasıdır. Ona görə və alternativ sahə olduğuna görə biz bunu pasientlərə tətbiq edərkən bilirik ki, bütün xəstəliklərdə bunu bəzən bizdə belə qiymət cəhətdən, onu demək istəyirəm ki, biraz yüksək olduğuna görə bizdə pasientlər ölkədə onu ən son çarə kimi tətbiq edirlər. Çünki daha ucuzların edək, bir şey nəticə alınmasa kök hüceyrəni edək. Amma dünyada hazırda bir çox xəstəliklərin müalicəsində ilk dəfədən kök hüceyrə ilə tətbiq edib çox gözəl nəticələr əldə olunur və xəstə əziyyət çəkmədən heç bir bəzi əməliyyatları belə vətənlərdə bağlarda zədələmələrlə bağlı olan əməliyyatlar belə olmadan kök hüceyrə terapiyası ilə tam sağlıqlarına qovuşurlar. Dizdə də artıq 4-cü stadiyada müraciət edən pasientlərə artıq biz əməliyyata tövsiyə edirik. Çünki kök hüceyrə ilə orada 10-15%, 20% nəticə alarıq və ya heç almarıq. Ona görə bu pasientlərə mən məsləhət bilmirəm kök hüceyrə terapiyasını etmək.